Bugün dünyaya baxışda Margaret Thatcher vəfat edib. John Kerry İsrail və Fələstin rəsmiləri ilə görüşüb. Dəməşq şəhərində bomba partlayışı baş verib. Dünyaya baxışda gündəlik xəbərləri sizə təqdim edirik. Amerikanın səsi, Washington. Britaniyanın sabiq baş naziri Margaret Thatcher 87 yaşında insult səbəbindən dünyasını dəyişib. Xanım Thatcher Britaniyanın 3 dönəm 1979-cu ildən 1990-cı illərədək təməlini qoyduğu Mühafizəkar Partiyasının qələbəsinə nail olan yeganə qadın baş naziridir. Bu, 19-cu əsrin əvvəllərindən bəri ilk dəfə Britaniya tarixində baş nazirin vəzifəsində uzun müddət qalması halıdır. ABŞ-ın İsrail-Fələstin sülh danışıqlarını keçirməsi bugün dövlət katibi John Kerry'nin İsrail və Fələstin rəsmiləri ilə görüşü ilə davam edib. Kerry Fələstin baş naziri Salam Fəyyad və İsrail prezidenti Şimon Peres ilə görüşündən əvvəl İsrailin Holocaust xatirə günü mərasimində iştirak edib. ABŞ Dövlət Departamentinin rəsmiləri deyib ki, Kerry hər iki tərəfin iradə nümayiş etdirməsinə nail olmağa çalışıb. İsrail və Fələstin liderləri 2010-cu ilin sentyabr ayında qısa müddətli danışıqlardan bəri sülh danışıqları keçirməyib. Kerry'nin ölkələr arasında rəsmən sülh danışıqlarına başlama təklifi ilə çıxış edəcəyi gözlənilmir. Regiona səfəri çərçivəsində Kerry artıq Fələstin prezidenti Mahmud Abbas, Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan və Türkiyə Xarici İşlər naziri Əhməd Davutoğlu ilə görüşüb. Dünən Davutoğlu ilə birgə mətbuat konfransında Kerry Türkiyənin mümkün qədər tez bir zamanda İsrail ilə tam diplomatik münasibətləri bərpa etməyə çağırıb. Dövlət katibi Suriyada hakimiyyətin sülh yolu ilə dəyişilməsi məsələsində Amerika və Türkiyənin məqsədlərinin üst-üstə düşdüyünü deyib. O, eyni zamanda Ankaranın Türkiyə sərhədi boyu Suriya qaçqınlarına yardım etməkdə səxavət nümayiş etdirdiyini dilə gətirib. Suriyanın paytaxtı Dəməşqdə izdihamlı yerdə yerləşdirilmiş bombanın partlaması nəticəsində ondan çox insan həlak olub. Partlayış şəhərin Əl-Şahbander ticarət rayonunda baş verərək məktəb və bir neçə maşın da daxil olmaqla ətraf binaların kütləvi şəkildə dağılmasına səbəb olub. Bugünkü partlayışda 40 nəfər xəsarət alıb. Suriyanın dövlət qəzeti hücumu terror hadisəsi kimi səciyyələndirib. BMT nümayəndələri Suriyada 2 il davam edən vətəndaş müharibəsində 70 mindən çox insanın öldüyünü və 1 milyon insanın didərgin düşdüyünü deyib. Ümumdünya Səhiyyə Təşkilatı Çində aşkar edilən yeni quş qripinin insanlar arasında yoluxucu olmasına dair heç bir dəlilin olmadığını bildirib. Çinin şərqində H7N9 virusundan 6 nəfər həyatını itirib və 15 nəfər bu xəstəliyə yoluxub. Bu, insanlarda aşkar edilən ilk H7N9 virusudur. Ümumdünya Səhiyyə Təşkilatının Çindəki nümayəndəsi Michael O'Leary narahatlığa ehtiyacın olmadığını deyib. Rəsmilər virusun qarşısını almaq üçün region boyu quş bazarlarını bağlayıb, quş ticarətinə qadağa qoyub və bütün quşların məhvinə başlayıb. Regiondakı bu təhlükə Şanqay indeksində mehmanxana və turist göstəricilərinin azalmasına səbəb olub. H5N1 kimi tanınan quş qripi virusu 10 il əvvəl 37 insanın ölümünə və 600-dan çox insanın yoluxmasına səbəb olmuşdu. Günün mühüm xəbərləri və reportajlarını habelə bloqlarımızı Amerikanın Səsinin web səhifəsində izləyə bilərsiniz. Ünvanımız 3w.amerikanınsesi.org-dur. Vaşinqtondan Amerikanın Səsinin televiziya studiyasından mən Bəxtiyar Zamanov sizlə xudahafizləşirəm. Salamat qalın.